Valideynlər övladlarını idarə etdiyi müddətcə onları sevirlər. Mən sənə baxmışam, mən səni yedizdirdim, oxutdum, sən mənə borclusan. Ataların ən böyük şeylərdən biri odur ki, səni hər şeydən məhrum edərəm. Sən rol model olmaq üçün özünü yetişdirmisənmi? Sənin övladın sənin kimi olacaq. Öz övladlarımızı hər şeyi ilə qəbul etmək yerinə sadəcə mən istədiyim yerlərdə olursansa, yəni mən istədiyim kimi olursansa mən səni qəbul edirəm. Qızı evləndiyinə rəğmən atasından, anasından şiddət görür. İnsanların birdən-birə rəhmətə getməsinin səbəbi nədir? Bu ağır yüklər deyilmi? Biz buna psixologiyada narsist valideynlər deyirik. Onların borcu deyil ki, bütün ömürlər boyunca ata-ananın yükünü çəkmək. Bu vaxta kimi işlədim, bitirdim. Artıq bu yük, bu daşlar sənindir. Və o övlad öz həyatda öz yerini tapa bilmir. Həm uşaqlıqda bir borc içərisinə girmişdim. Mən valideynlərim istədiyi kimi olmalıyam. Valideynlərim istədiyi kimi olmasam günahlandırılacağam. Və sən mən hər şeydən izole edirsən, hər bir problemdən məni məhrum qoyub deyirsən ki, oxumalısan. Həmin o uşaqlar böyüdükləri zaman ata-anasını axtarmağa başlayırlar. Əsas özüm, əsas çözüm kanalına xoş gəlmisiniz. Xoş gəldiniz. Biz burada yenə mövzumuza qərar verdik. Biraz ağır mövzudur deyək. Hər mövzular kimi ağırdır, amma bu məncə, yəni əslində ağır deyəndə bu son zamanlarda mənə bununla bağlı müraciətlər gəlir və nə deyəcəklərini bilmirlər və yaxud müraciət gəlməsə də buna bənzər bir misallar deyirlər. Və mən də buna bir ad qoşdum. Valideynlər mi fədakardır, övladlar mı fədakardır? Yəni açıqlamasını belə versək, bu yetişkin yaşda olmuş övladlardan gedir ki, valideyn uşaq dünyaya gətirir və bir çox valideynlərin fikri odur ki, mən dünyaya uşaq gətirdim və böyüyəndə mənə baxacaqlar və övladı isə müəyyən bir həyat qurduqdan sonra yetişkin yaşda valideynləri ondan bir çox şeylər tələb edir ki, sən mənə baxmalısan, sən mənə bunu etməlisən, borclusan və üzərində yenə də hakimiyyət qurmağa çalışır. Övlad da nə edəcəyini bilmir, çünki hər hansı bir valideynin əksinə getsə nankor övlad olacaq və öz həyatını tam yaşaya bilməyəcək. Nə də ki, valideynlərinin razılığını alma arasında bir gediş-gəliş yaşayacaq və bu da onlarda biraz daxili narahatlığa səbəb olur. Baxsaq ki, mən belə düşünürəm ki, bəzən olur ki, elə valideynlər olur ki, uşaqlarını yəni atırlar və yaxud da uşaqlar evinə qoyurlar və yaxud baxmırlar. Ona rəğmən həmin o uşaqlar böyüdükləri zaman ata-anasını axtarmağa başlayırlar. Yəni bax, buradan götürsək, o zaman övlad mı fədakar oldu, yoxsa valideyn mi fədakar oldu? Axı valideyn, ata-ana, sən dünyaya uşaq gətirdin, sən atanlıq, atalıq, analıq duyğusunu yaşadın. Sənin onsuz da vəzifəndir ki, bu uşağı dünyaya gətirəsən, ona baxımını təmin edəsən və imkanın yetdiyi qədər təhsil verəsən. Amma ki, böyüdükdən sonra valideyn nə edir? Mən sənə baxmışam, mən səni yedizdirdim, oxutdum, sən mənə borclusan. Və uşaq bilmir bu borcu necə qaytarsın. Nə edir? Bəzən valideyn narazı olur. Keçən dəfə birisi mənə belə bir şey dedi ki, anadır, müəyyən bir yaşı var artıq və 3 oğlu var və deyir ki, oğlana, siz mənə baxmalısınız. Mən bilmirəm. Mənə pul gətirəcəksən, mənə bu qədər pul verəcəksən, baxımımı təmin edəcəksən, mən dediyim olacaq. Və kişinin də yetkin yaşdadır, müəyyən bir işi var, gücü var, ailəsi var, uşağı var. Hansına yetə biləcəyini bilmir. Bax, burada biz buradakı bu balansı qorumaqdan danışacağıq ki, bu valideyn və övlad arasında müəyyən bir müharibə yaradır. Mən haqlıyam, bu mən haqlıyam. Hal-hazırda da bu gedir ki, övladlar artıq başlayıb deməyə ki, sən mənə falan travmalar yaşatmısan, sən bunu etməmisən. Valideyn də qarşılığında ona deyir ki, mən də bilmirdim, mən də belə uşaqlığım yaxşı keçməyib, uşaqlığım travma içərisində keçib və nə o özünü ifadə edə bilir valideyn tərəf,
nə də ki övladlar özlərini ifadə edə bilirlər. Biraz burada müharibə, münaqişəyə çevrilib və yanlış gedən bu psixoloji təbliğatlarda da sanki övlad valideynə düşmən olmalıdır, onu silib atmalıdır. Yəni valideyn sən travma yaşatdı, bunu etmədi, bunu etdi. Kimisindən yəni o övladların içərisində bir qızğınlıq, bir qəzəb yaranır. Amma doğrusu bu deyil. Həqiqətən də balansı o qədər itirmişik ki, ya həddən artıq qırıb tullamaq, ya da həddən artıq fədakar olub. Yəni o yükün altında, o məsuliyyətin altında itmək. Yəni bir insan dünyaya gəlirsə, heç də xəbəri olmadan, yəni tam ağ bir deyilərək səhifə açır da dünyaya gəlir və ana, ata onu dünyaya gətirib. Kim kimə borcludur? Yəni dünyaya gələn hələ heç həyatdan, dünyadan xəbəri yoxdur, amma valideyn artıq onu bir layihə, bir proyekt, bir mənim gələcəyimin necə deyim, varisimi deyim, ya da mənim həyatımın bir perioduna kimi mən onu yaşadıram, ondan sonra o məni yaşatmalıdır deyə bir ağır daşı artıq doğulanda qoyurlar. Yəni bu nə qədər doğrudur? Bir insanı dünyaya gətirmisən və artıq sən o dünyaya gətirdiyin insan yox, proyektdir. Çox vaxt mən ona elə bir ad qoyuram ki, proyekt dünyaya gətirilən övlad yox. Amma o övlad heç səndən istəməyib onu dünyaya gətirəsən bəlkə. Yəni nə mənada deyirəm? Heç bir övlad seçim edə bilmir valideynlərini. Yəni heç bir insan, mən də, sən də, bir başqası, biz bu dünyaya gələndə valideynlərimizi seçmirik. Onlar da bizi seçmirlər. Amma bizi dünyaya gətiriblərsə, təhsil verməlidirlər, əllərindən gəldikləri qədər imkan. Bəzi insanların təbii ki, təhsili bəlkə heç imkan yoxdur, amma özləri yaxşı bir həyatı bizə verməlidirlər. Çünki bizi dünyaya gətiriblər. Amma çoxu valideyn bunu anlamır. Nəyə görə? Mənə elə gəlir burada bir məsələ keçmişdən gələn bir məsələdir. O Tolstoyun bir sözü var, "Мы виноваты, виноватых." Biz günahkarların günahkarıyıq. Valideynlər öz valideynlərinə baxırlar. Onlar onların valideynlərinə baxıblar. Ya bu çarx indi qırılmağa başlayıb, amma indi də o qədər kəskin formada qırılıbdı ki, yəni protesto edirlər də, yəni valideynlərini övladlar da deyil, o qədər dışlayırlar ki, sən köhnə fikirlisən, sən bu düşüncə. Bəzi valideynlərin də, yəni burada sadəcə övlad tərəfindən də baxmıram mən, ki, valideynlərin də bəzi istəkləri, bəzi görmək istəyən xəyalları var. Məsəl üçün mən bir dəfə heç pasiyentlərimlə qırağa doğrusu qonşum muydu? Bir liftə daxil olduq. 2 övladı ilə bir yerdə, qız övladları idi hətta, böyük idilər və orada bir mübahisəyə bir şahid oldum. 2 saniyəlik. Böyük qız biraz abituriyentdir və artıq imtahan periodundadır. Balaca isə daha biraz balacadır. Nəysə, o həkim ola bilər, mənim istədiyim yerinə yetirə bilməz, sən həkim ol. Bu nə qədər doğrudur. Yəni insanın xəyalları ola bilər. Bəlkə də balaca mamasını, yəni anasını məmnun etmək üçün həkim olacaqdı. Nə böyük məsuliyyətə girir insanları, necə deyim, şəfalandırmaq üçün. Bəlkə də onun başqa bir missiyası var. Eynən, bəlkə başqa bir yönü var. Amma o artıq ana tərəfdən bloklandı. Yəni fədakarmı, borcluluqmu? Yəni götürsək fədakarlıqdan bu anaların etdiyi və ya ataların etdiyini deyir ki, biz fədakarıq və fədakar nədir? Yəni qeydsiz, şərtsiz, gözləntisiz, hər hansı qarşılıq görmədən yəni ona baxmaq, onun baxımını təmin etmək, böyütmək, boya başa çatdırmaq, təhsilini etmək. Bu onsuz da valideynlik vəzifəsidir. Amma valideynlik vəzifəsi içərisində bu periodda onu da yükləyirlər ki, uşaqları öz proyektləri kimi, bəli, yəni özü kimi deyil də özlərinin istədiyi kimi yetişdirmək və bir müddət sonra 18-20 yaşına gəldiyində təhsilini də verdi. 20 yaşında, 21 yaşında, 22 yaşında bu universitetdə bitirdiyində həmin o övlad həm uşaqlıqda bir borc içərisinə girmişdi. Mən valideynlərim istədiyi kimi olmalıyam. Valideynlərim istədiyi kimi olmasam günahlandırılacağam. Günahkarlıq hissinə girir və mən geri qalan bu 22-20 yaşdan sonra geri qalan valideynlərimin ömrünün sonuna kimi
mən onların baxımından təmin etməkdən məsuliyyətliyəm deyə bir algıya keçirlər. Valideynlər də buna etiraz etmirlər. Halbuki müəyyən bir yaşa çatdıqdan sonra o uşağın da öz həyatını seçə bilmə imkanını yaratmalıdır. Bayaq sən dediyin kimi ki, proyekt kimi baxırlar. Bəli, bu valideynlər bir verilişimizdə də demişdim. Valideynlər övladlarının bir uzantısı, bir çıxıntısı kimi baxır. Yəni mənim bir parçamdır. O təqdirdə baxan biz buna psixologiyada narsist valideynlər deyirik. Yəni daim onu kontrol edəcək, daim onu günahkar hiss etdirəcək. Heç də övladlarından razı qalmayacaq. Nə etsələr də hər zaman əksikdilər. Başqalarının övladları daha yaxşıdır. Müqayisə. Hətta gözəl söz demək üçün də bir söz var. Sən buna layiq olmalısan. Bəli, layiq olmalısan. Və bu övladları həyata sağlam şəkildə yetişdirə bilmirlər. Amma valideyn övladını elə yetişdirməlidir ki, sən olmadan da onlar həyatda rahatlıqla, sağlam şəkildə baş edə bilsinlər. Valideyn bizim böyüyümüzdür. Ana, ata bizim böyüyümüzdür və hər zaman ailə sistemində böyükdən kiçiyə doğru axar. Böyük kiçiyə verər, kiçik böyüyə verməz. Kiçik böyüyə hörmət gözləyir. Onun olduğu yerə sayğı duymağı bilər. Ona görə hər zaman böyükdən kiçiyə doğru axmalıdır. O zaman ki, əgər o uşaq valideynləşməyə başlayanda, yəni valideynin yerini almağa çalışanda, baxımını üstləndiyində artıq valideyninə onun valideyni kimi davranmağa başlayanda ailə sistemi pozulmağa başlayır və o övlad öz həyatda öz yerini tapa bilmir. Bunun ağır nəticələri olur. Təəssüf ki də bu çarx, yəni zincir davam edir. Öz yerini tapa bilmədiyi üçün və bu valideynlik vəzifəsini çox tez götürdüyü üçün yenidən öz övladlarından valideyn olub da mənim uşaq olmağımı istəyir. Heç, yəni hətta bir misal çəkim, məncə bir çox ailələrdə var. Ata, yəni ailənin başçısıdır, işləyir, pul qazanır, gecə-gündüzü yoxdur, misal çəkirəm, övladları var, 1, 2, 3, 4 fərqi yoxdur, yəni belə deyim, Azərbaycan ailə stereotipini bu dəqiqə sizə deyirəm. Ananın rolu böyükdürmü? Bəli, övladlara baxmaq falan, yəni təbii ki, işləyə də bilər, amma atanın fikri nədir? Mənim atamdan mənə heç nə qalmayıb. Misal çəkirəm, burada qalmaq sadəcə maddi tərəfdən deyil, mənəvi tərəfdən də, güc mənasında, dəstək mənasında. Dəstək, insanlara bu dəqiqə hər zaman deyirik ki, dəstək olun. Dəstək sadəcə maddi tərəfdən deyil. Təbii ki, maddi də rol oynayır, amma dəstək bir xoş söz ola bilər. Adi bir ata gəlib desək ki, sənə fəxr edirəm oğlum və yaxud da qızım, sən bunu nə gözəl bacardın ya da nəsə belə bir şey. Amma bunu başqalardan eşidirik, amma öz valideynlərimizdən çox az eşitdiyimiz üçün, atanın beynində mən bura tək gəlmişəm bu güclə, bu şeyi, yükü öz belimdə, öz çiynimdə gəzdirmişəm, bu qədər dağ boyda yük. Nəyə görə deyirəm? Sadəcə öz yükü deyil, onun atasının yüküdür və bu çiyinlərdə vaxt gözləyir ki, öz oğluna və qızına keçirsin. Daha çox, təbii ki, burada qadın-kişi ayrıcılığı eləmək istəmirəm. Dediyim kimi, Azərbaycan stereotipini qoruyaraq deyirəm. Daha çox oğula keçirdilər və oğul böyüdü, təhsilini verdi, misal çəkirəm, işi var, falan var, öz ailəsini qurdu. Aha, mənə necə olubsa sənə də elə. Mənim misal çəkirəm, maddi olaraq vəziyyətim yaxşı ola bilər. Mənəvi olaraq insanın, yəni həmən insanın deyək də atanın çox savadlı, çox dünya görüşlü ola bilər, amma uşaq vəzifəsini götürür. Və deyir ki, artıq bitdi, mənim vəzifəm bitdi. Çünki mənim də zamanında bu vaxta kimi işlədim, bitirdim. Artıq bu yük, bu daşlar sənindir. Və oğlan, yəni açıq danışa oğlan qız fərqi yoxdur məncə bu rolu. Çünki anadan gələn isə başqa bir şey olur. Və oğlan deyir ki, mən nə etməliyəm? Görün nə böyük yükdür, nə böyük məsuliyyətdir. Ata qalxa bilər, bəlkə oğul qalxmayacaqdı. Bəlkə qız onu qaldırmayacaqdı. Hər uşaq, hər insan fərqlidir. Bundan qaçış yolu olaraq görün nə qədəm şeylər var. Qaçış nədir? Asılılıqlar yaradır. Asılılıqlar nədir? Narkotik, siqaret, dərman asılılıqları. Bu dəqiqə telefon asılı, hər şey var asılıqlar. Yəni asılıqlar əslində yaradan şeylər bizim olmayan yüklərimizi daşımağımızdır.
Yəni insanlara xəstəliklərə, onkoloji, ən böyük xəstəlikləri zaten yaradan hal-hazırda cavan ürək, yəni belə deyək, ürək problemi olan 30 ya da 25 yaşında olan insanların birdən-birə rəhmətə getməsinin səbəbi nədir? Bu ağır yüklər deyilmi? İnsan birdən-birə şok effekti. Hə, sən oxumusan, bütün evləndin, bütün missiyalar tamamlandı. Sən artıq mənim vəzifələrimi götürə bilərsən. Hər insan bunu qaldırarmı? Bu balansı qorumaq çox önəmlidir. Balansı necə qoruyacağıq? İlk öncə valideynlər bilsinlər ki, uşaqlarına uşaqlıq vaxtı, özəlliklə də yeniyetmə vaxtı onlara necə davranıblarsa, onlar da böyüyəndə sizə o cür davranacaq. Ona görə ondan artığını gözləməyin. Ona görə birinci valideynlər mükəlləfdir ki, uşaqlarının duyğusal olaraq ehtiyaclarını qarşılasınlar. Bayaq sən dediyin kimi, onunla fəxr etmək belə istəmir. Baxsan, amma bu cür ailələrin içərisində mütləq ki, qızıl uşaq deyirlər də, mütləq ki, bir uşaq çıxır ki, oradan ailəni təmsil edəcək. Və bu valideynlər bu təmsil edən övladla hər zaman qıraqda fəxr edərlər. Kənarda onunla fəxr edərlər ki, mənim oğlum ya da qızım bax bu işi gördü, falan etdi, amma onun özünə o fəxr hissini yaşatmazlar. Bax bu duyğusal aclıqda qalan uşaqlarınızı duyğusal aclıqda buraxacaqsınızsa, bilin ki, onlar da sizə həmin tərzdə yanaşacaq. Siz də duyğusal olaraq aclıqda qalacaqsınız. Bu balansı qorumaq üçün heç birinin bir-birinə savaş açması deyil, sadəcə yerlərini bilməsi önəmlidir. Öncə nəyi bilmək önəmlidir? Birincisi, bu övladları valideynlərini günahlandırmaq əvəzinə onları anlaması. Yəni onların da ilk dəfə ana-ata olduqlarını bilməsi. Birinci dəfə də ata-ana olurlar, bilmirlər. Onların da müəyyən acılar, kədərlər yaşaya biləcəklərini anlaması və onların yaşadıkları o həyatı sayğı duyub, hörmət edib şərəfləndirməlidirlər. Valideynlər isə övladlarını onun həyatda bir fərd olduqlarını qəbul etməlidirlər. Sənin bir uzantın deyil, sənin idarə edəcəyin birisi deyil. O kimi qəbul edib və biz bunu bir verilişdə demişdik, Tuna Tünlərlə verilişdə demişdik ki, valideynlər övladlarını idarə etdiyi müddətcə onları sevirlər. Həqiqətən də, əgər bir övlad bir valideynin istəmədiyi bir şey etsə və yaxud ona qarşı gəlsə, yenə də sevəcəksənmi onu? Yəni bax o atanın, ananın içərisindən o atalığı və analığı çıxdıqdan sonra yerdə qalan o insan kimliyini, o övladın, bəli, ona sevəcəksənmi onu? Yəni qeydsiz, şərtsiz bir-birinizi qəbul edəcəksənmi? Bax burada sən dediyin, bayaq çəkdiyin misalda ki, bu vəzifə qalır, borc qalır üzərinə, birinin vəzifəsi qalır. Bəs səmimiyyət hara getdi? Yəni əgər sənin doğmalarındısa bu, birisi pis vəziyyətdə qaldığı zaman, köməksiz vəziyyətdə olduğu zaman ona yardım etmək istəməyəcəksənmi? Övladları üçün də əgər atası, anası müəyyən bir xəstəliyə düçar olurlarsa, baxıma ehtiyacları varsa, əlbəttə ki, əlindən gəldiyi qədər ona köməyi etməlidir bir insan olaraq. Amma onların borcu deyil ki, bütün ömürlər boyunca ata-ananın yükünü çəkmək. Elə bir borcları yoxdur. Valideynin, ata-ananın onsuz da məsuliyyətidir ki, öz həyatlarını elə bir tərzdə yetişdirsinlər ki, onlar tək başına həyatda qala biləcək bir kimliyə, bir maddi vəziyyətə sahib olsunlar. Və gələcək, yəni uşaqlarına edə biləcəyi ən böyük yaxşılıq onların gələcəkdə onlara yük olmamasıdır. Və yaxşı ana-ata hansı ana-atadır ki, onların öz övladlarını da bir fərd olaraq görə biləcəyi, onun da öz həyatını yaşama şansını verə biləcəyi və o çətinlikdən keçdiyi zaman özləri buna səmimi şəkildə öhdəsindən gələ bilməsi lazımdır ki, o övladlar onları rol model olaraq görsünlər. Yəni sən bir valideyn olaraq, ata-ana, sən rol model olmaq üçün özünü yetişdirmisənmi? Sənin övladın sənin kimi olacaq.
və sən həyatda o çətinliklərlə necə baş edəcəksən, necə sinə gərəcəksənsə səmimi şəkildə, övladın da gələcəkdə hər hansı bir çətinliyə düşəndə səmimi şəkildə onu öhdəsindən gələcək və o başa düşəcək ki, bəli, eniş-çıxışlar olur həyatda. Amma bu eniş-çıxışlar dünyanın sonu deyil və rahatlıqla onu həll edəcək. Amma bizim dövrün valideynləri uşaqlarına öz məsələlərini həll etməyə çox imkan vermədikləri üçün də, özləri idarə etdikləri üçün də hər şeyi, onların yerinə hər şeyi özləri qərar verdikləri üçün də və övladlar bir müddət sonra asılı qalırlar onlardan. Necə baş edəcəklərini bilmirlər. Bir şəxs müəyyən bir yaşa gəldikdən sonra, yetkin yaşa gəldikdən sonra məsuliyyətidir ki, özünü valideynlərdən azad olmuş şəkildə, öz ayaqları üzərində dura bilmiş şəkildə, öz qərarlarını özü verə bilmiş şəkildə yetişdirsin və özü də ailə qurduğu zaman onu ayaqda tuta biləcək bir şəkildə yetişdirməlidir. Yəni ata-anasından göbək bağını duyğusal olaraq kəsməlidir. Eynən. Duyğusal olaraq kəsə bilmədiyi şəkildə bir fərd olaraq həyatda baş edə bilməsi çox çətindir və bir fərd olaraq o ailə qurduğu təqdirdə ailəsini də doğru düzgün irəliyə aparmaqda çox çətinlik çəkirlər. Həqiqətən də göbək bağını duyğusal mənada kəsib atmaq həqiqətən çox ağrılıdır və həm özümdən, həm pasientlərimdən rahatlıqla deyə bilərəm ki, çox ağrılı bir sürəc deyək, ya period ola bilər, amma ondan sonra elə böyük bir azadlıq, elə bir qanad açıb uçmaq deyirlər. Yəni düzdür, öyrəşdiyimiz komfort zonamız ola bilər, amma həqiqətən də bu azadlığı, bu xoşbəxtliyi, bu huzuru məncə yaşayan bilər. Düzdür, sancılıdır, sanki yenidən doğulursan, amma çox gözəldir. İdarə edilən olmaq, razıyam bir çox şeydən insanı rahatlaşdırır, məsuliyyəti başqasına atmaq üçün çox rahatlıqla deyə bilirsən ki, hə, misal deyirəm, qız evləndi, mən seçmədim, sən seçdin, oğlan evləndi, mən seçmədim, sən seçdin. Misal çəkirəm. Evlilik deyil, bir başqa bir şey ola bilər, iş ola bilər, ev ola bilər, kiçik bir şeydir. Adicə bir futbolkanı alıb övladıma verirsənsə, hə bu sən almısan, mən almamışam. Onun üçün heç əhəmiyyətli deyil. Amma yeniyetməlik periodunda ən çox bizim valideynlərimizin indiki periodunda elə keçmir. Hər şeydən izolə eləyirlər. Elə bir abaloçka vakuumun içərisində uşağı salırlar ki, ancaq oxumalıdır. Sevgi olmaz, telefon olmaz, şəxsi dostlarınla oynamaq olmaz. Niyə olmaz? Yəni bu uşağı bu qədər qoruyaraq da əslində biz zərər veririk. Hə, sonra da valideyndir ki, mən səni hər şeydən qorudum, mən səni belə yetişdirdim, belə təhsil verdim. Ya zaten sən yeniyetməlik dövründə dediyin kimi ən vacib olan məqamlardan biridir. Çünki biz orada özümüzü tanıyırıq, necə formalaşacağımızı, necə dünyaya addım atacağımızı orada artıq qərarlaşdırırıq. Və sən məni hər şeydən izolə edirsən, hər bir problemdən məni məhrum qoyub deyirsən ki, hə, oxumalısan. Mənim bir işim var, oxumaq, universitetə daxil olmaq və yaxud da nə işə daxil olmaq, nə isə. Mən əgər bir problemi həll edirəmsə, gələcəkdəki o heç kimi metaforik olaraq deməyim də, yəni izlə Kurtlar Sofrası deyildi. Dünyaya mən addım atanda həm evlənib, həm uşaq saxlayıb, uşaqlara baxıb, həm işləyib, həm ailə hamısını necə həll edəcəm? Bu problemin altında qalmaqdan əlavə hələ üstəlik valideynlərimə də baxmalıyam. Valideynlərimin problemlərini həll etməliyəm. Yəni hər birini həll etməliyəm. Bu məsuliyyəti indi bəlkə də bir çox insan dərk eləmir, amma yaşayan və birdən-birə bu problemlərlə üzləşən insanlar ki, məndən razılaşarlar. Bunu insanlara, yəni insanoğluna birdən-birə bir neçə şeyi həll etməli olduğunu və bu həll eləyərkən mənim deyil də bu sənin həyatındır. Hə, səhvlər edəcəksən. Sən istədiyin təqdirdə mən valideyn olaraq sənin yanındayam. Amma sən istəmirsənsə, mən sənin həyatına müdaxilə edə bilmərəm. Bunu biz anlaya bilmirik ki, hər kəsin bir sərhədi var. Və yaxud kişilərdən dedimsə, indi qadınlardan deyək, anaların da öz rol modeli o proyekti qızlarıdır. Sən mənim dayağımsan, sən mənim məsləhətləşdiyim yeganə. Ya qızlar doğularkən psixoloq olur. Nə böyük bir yükdür əslində. Yəni duyğusal yükdür. Yəni bir fikirləş, yəni telefonla saatdan öz bütün
emosional o çöplüyünü ana zəng eləyir, bütün hamısını qızına tökür və səhər açılır qızı bu yüklə bütün günü. Sanki sən onun xilaskarı olmalısan, xilas etməlisən oradan və edə bilmədiyin təqdirdə, çarəsiz olduğun təqdirdə də sən günahkarsan. Nəyə görə mənə yardım edə bilmədin, yanımda ola bilmədin? Zaten onsuz da bir valideyn öz problemlərini özü həll etməklə mükəlləfdir. Belə bir məsuliyyəti var və hər hansı bir problem yaşayırsansa, o sənin məsuliyyətindir. Yəni bunu sən özün çıxış yolu tapmalısan. O zaman nə övladlarının rahat yaşamasına imkan verilir. Yəni övladları da çarəsiz vəziyyətdə qalır, amma mən deyərdim ki, yəni artıq bağışlayın, bu sevgi deyil. Valideynin sevgisi belə olmur övlada qarşı. Ki mən övladımı idarə edəcəm, mənim sözümdən çıxdı, yaxşı övlad deyil, mənim problemlərimi həll etmir, yaxşı övlad deyil. Bu sevgi deyil. Valideyn köləliyidir. Bəli. Ağır gəlsə də həqiqətən də məncə başqa söz tapa bilmərəm. Siz evladlarınızı sevmirsiniz, təəssüf ki. O zaman onu sevərdiniz ki, həqiqətən də ona imkan tanıyardınız ki, övladını o həyatda özü huzur tapsın, xoşbəxt olsun, rahat olsun həyatı, onun həyatını necə yüngülləşdirə bilərəm və sən o elə bir yerdə olmalısan ki, o övlad hər zaman valideynimə ehtiyacım olduğunda rahatlıqla ondan valideynlik vəzifəsini görə bilirim. Nədir valideynlik vəzifəsi? Yuxarı yaşlarda artıq və sən ona bir dayaq olaraq, yəni güvən olaraq olmalısan. Bu bəlkə də maddi olmaya bilər, amma mənəvi bir dayaq ola bilər. Yəni orada bir valideynim var, hər zaman məni anlaya biləcək. Məni doğru şəkildə qəbul edə biləcək, qeydsiz, şərtsiz qəbul edə biləcək. Amma axı burada Bizdə şərtsiz sevgi yoxdur canım. Bizdə bəli, bu sanki o proyekt öncə dediyim verilişin öncəsində dediyimiz kimi, proyekt kimi mən sənə dünyaya gətirdim, böyütdüm, başa çatdırdım ki, sən mənə baxmalısan. Sən mənə baxmayanda nankor evladsan. Baxmalısan, mən səni idarə etməliyəm. Mən sənin həyatına hər zaman daxil ola bilərəm. Mən sənə hər zaman zəng eləyə bilərəm. Zəng etdiyim təqdirdə də sən hər zaman mənə cavab verməlisən. Nə bilim, sən bu seçimi etdin, mən yox dedim. Amma sən yəni səhv elədin o seçimi. Ona görə mən səni sildim. Yəni insanın öz seçimi var. Misal çəkirəm, qlobal olmaya bilər, sevgi partnyor ola bilər, iş ola bilər, universitet ola bilər. Təhsil deyəndə ilk ağla gələn nədir? Universitetə girirsənsə ya həkim olmalısan, ya hüquqşünas olmalısan, ya da ekonomika, yəni hansısa bir maliyyə oxumalısan. Niyə? Bəlkə adamın belə deyim, yaradıcı tərəfi yüksəkdir. Bəlkə bu insanın tamamilə fərqli bir istedadı var. Heç bir insan bu dəqiqə ona heç baxmır. Nə qədər insan tanıyıram, içi mən daxil, içi sən daxil. İkinci, üçüncü təhsil alırlar ki, birinci təhsil valideynlərimin istəyi ilə olub. İkinci təhsil isə gör 4 il, 5 ilimizi biz boşu-boşuna çöp atırıq ki, nədir valideynlərimizi məmnun edək. Valideynlərimiz bu istəyi var idi, özü reallaşdıra bilmədiyi bir istəyi idi. Ya da kənardan gördüyü bir xəyal idi ki, başqasının uşağı, falan kəsin uşağı bura daxil olubdu. Kaş mənim uşağım da daxil ola. Ya onun oradır istedadı. Bəlkə sənin övladın, yəni deyilərək hər daşın dəyərini zərgər bilər. Yəni qoy icazə ver bu daşın da bir özü kəşf etsin ki, nədir, hansı dəyərdədir. Sənin belə bilmədiyin şeylər var bu həyatda. Bəlkə o onu kəşf edib daha da bir başqa yola çıxacaq. Yox, biz ilk danışarkən uşaqlıq vaxtından o qanadları belə sındırıb qırırıq. Olmaz, bunu eləmə, o olmaz, bu belə olmaz. İndi get yaşa. Övlad deyir ki, mən onsuz da heç, yəni o qədər bu dəqiqə pasientlərim qıral uysun, ətrafda gedirik. İnsanlar sanki belə zombi, zombiləşmə kimi var. Heç kim hədəfini bilmir, heç kim nə istədiyini bilmir. Yaşamaq belə istəmirlər. Yəni suicidal formalar da zaten buradan yaranır ki, insan nə istədiyini bilmir və intihar cəhdi nədir? Yəni bu qədər insan, öz valideynlərim belə məni görmədi. Qoy heç olmazsa son vuruş məni bu şəkildə görsünlər. Çox həqiqətən də böyük bir acizlikdir insanların. Çünki səhv etmə
imkanı, fürsəti tanımırlar və həyatda bəli, sənin övladın səhvlər də edəcək, səhv seçimlər də edə bilər, uğursuzluğa da düçar ola bilər. O anda sənin edə biləcəyin tək şey onun yanında olmaqdır, onu anlamaqdır, onu qəbul etməkdir, acısını, kədərini görə bilməkdir. Yoxsa mən sənə vaxtında demişdim, görürsən səhv etdin. Mən sənə demişdim, xəbərdarlıq etmişdim, amma sən etdin, öz problemində özün çək ki, olmamalıdır. Sən də zamanında səhvlər etmisən, sən mükəmməlsənmi, sən ideal deyilsən və sən əksinə onun yanında olub bununla necə baş edə biləcəyini, onun öhdəsində necə gələ biləcəyini göstərib, yanında olmalısan duyğusal olaraq. Bax bu bizdə nədən irəli gəlir? Uşaqlıqda da eyni şey olur. Uşaq olduğu zaman hər hansı bir səhv etdiyində uşaq onu günahlandırmaq, günahkar hiss etdirmək. Bax o günahkarlıq hissidir ki, böyük yaşlarda da bunu daşıyırlar hər zaman. Birdən valideynimin xətrinə deyərəm, birdən valideynimə nəyisə yanlış deyərəm. Hər zaman günahkarlıq hissindədir. Amma yetişkin olmağın ilk şərti öz günahkarlıq hissinə tab gətirə bilməkdir. Sən bəzən sərhəd qoyanda valideynlərinə günahkar hiss edəcəksən. Bəzən valideynlər manipulyasiya edəcəklər. Amma burada günahkarlıq hissi ilə baş edə bildiyin zaman, bax orada özün həyatda yol ala biləcəksən. Amma ki manipulyasiyalara məruz qaldığın zaman hər zaman sən içində daxili narahatlıq, özgüvən əksikliyi, günahkarlıq hissi, bunlarla hər zaman baş-başa qalacaqsan. Təsdiq etməyə ehtiyacı, ya adam gecə-gündüz çalışır ki, atasına ya da anasına fəxr edirəm, səni sevirəm, oğlum ya da qızım eşitsin. Görün nə böyük yükdür insan üçün. İnsanın öz həyatı, öz missiyaları, öz hədəfləri kənarda qalıb valideynləri üçün çalışır ki, məni görsün, məni anlasın. Eynən, bəlkə də bax bu insanlar bunun bəlkə də görsələr ki, o eynək məsələsi var idi. Görsələr ki, yox, mən bu valideynləri məmnun edə bilməyəcəm. Nə olur olsun o insanın öz beynindəkidir. Yəni öz istəkləridir, öz idarə etmək narsistik o güc istəyidir ki, hər kəs mənə tabe olacaqdır. Ya da bir şey olmadı, ağlayacaqlar ki, mən sənə bunları fədakarlıq etmişəm, mən sənə bunları qurban vermişəm, mən sənə görə bunlara dözmüşəm və sən gəldin, belə elədin. Zaten bu manipulyasiyadır. Bəli, bax bu manipulyasiyaya dözüb, bunlara baxmayaraq həyatımızı davam etdirib, özümüzü tapıb, irəliləsək, inanın mənə daha xoşbəxt və huzurlu hiss eləyəcək. Nəinki onların köləliyi deyirlər. Bir filmdə var, neçə illik köləlikdən çox. Ya oradan çıxmaq lazımdır. Ya bəzən çıxmadığımız zaman biz özümüzə zərər veririk. Nəzərinizdə saxlayın ki, ana, ata müqəddəs deyil, analıq, atalıq müqəddəsdir və çox valideyn də analığı da, atalığı da doğru düzgün şəkildə necə olunmalıdır, bunun bilgisində deyirlər. Təbii ki, onları qınamıram. Biz burada demirik ki, övladlar valideynlərini qınamasınlar ki, mənə bunu etməyib, belə edir, bunun dəyişmir. Siz onları dəyişdirə bilməyəcəksiniz. Siz sadəcə bu reallığı qəbul etməlisiniz ki, onların olduğu kimi qəbul etmək. Amma ki, öz sərhədlərinizi biləcəksiniz. Sərhəd qoyduğunuz zaman, təbii ki, manipulyasiyaya məruz qalacaqsınız. Mənə hörmətsizlik etdi deyəcəklər. Məni başa düşmədi deyəcəklər, nankorluq etdi deyəcəklər, xəstəlik olacaq, yəni xəstə düşəcək və yaxud hər hansı bir küsəcəklər. Bunlar olacaq. Bax, bayaq məhrum edəcəklər. Bəli, bunlar olacaq. Bayaq dediyim kimi, bu günahkarlıq duyğusuna qatlandığın zaman sən ayrı bir yetişkin fərd olacaqsan. Və də narahat olmayın. Bu manipulyasiyalar bir müddət sonra keçəcək. Elə valideynlər var ki, həqiqətən də onlara sərhəd qoyulmalıdır. Bildiyim, yəni gördüyüm təcrübələrə əsasən bir insandan gördüyüm qızı evləndiyinə rəğmən atasından, anasından şiddət görür. Bax bu valideynlər daha bir çox şeylər şantaja məruz qalır, başqa bir şeylər çox dəhşətli bir şeylərdir. Bax bu valideynləri həqiqətən də əlaqəni kəsmək lazımdır. Amma sərhəddini necə qoyacaqsan? Bax valideynlər övladlarının da
bir həyatı olduğunu, bir şəxsiyyət olduğunu qəbul etmirlər. Adi bir şey deyəcəm. Zəng edirlər telefondan. Zəng etdiyi zaman bəlkə işi var, iş başında ola bilər. Bəlkə müsait deyil, yəni boş zamanı yoxdur. Bunu belə soruşmurlar ki, sənin zamanın varmı? 2 dəqiqə, 3 dəqiqə mən səninlə bunu paylaşacağam deyə bilmədilər. Xeyr, onlar sadəcə sanki bu sərhəddi keçib istədiyim hər zaman, hər vaxt, hər zaman hər şeyi edə bilərəm modundadılar. Ulaşılır olmalısan sən. Bəli. Sən çünki mənimsən. Bəli. Sən ona deyəndə ki, mən indi danışa bilmirəm, sonra zəng edəcəm deyəndə küsürlər bəzən. Sən anana, atana necə sən bunu qarşı qoya bilərsən modundadılar. Bax bu uşaq bilincində qalmaqdır. Bəzi frazalarda var, demək istəyərdim hətta. Mən səni doğulmuşam, yəni dünyaya gətirmişəm, sən məni dünyaya gətirmisən. Sən artıq qudurmusan, sən artıq beləsən, eləsən. Sonra ən çox südümü halal etməyəcəm. Anaların ən çox və yaxud da ataların ən böyük şeylərdən biri odur ki, səni hər şeydən məhrum edərəm, səni heç nə vermərəm. Maddiyyatla ən çox şey eləyirlər ki, sənə bunları etmişəm, artıq sənin olmayacaqdı. Həqiqətən də baxıram, yəni o manipulyasiyaları eşidən insanların o vəziyyətinə ki, həmən tamamilə aciz, tamamilə çılpaq qalacağını hiss edir bəlkə də. Yəni o qədər zəif, gücsüz hiss edir ki, onun manipulyasiyasına deyir, hə, yaxşı. Hətta sadəcə Azərbaycanda deyil, dünyanın hər yerində var ki, məncə bu axır vaxtlar qlobal bir David Beckhamla Victoria Beckhamın bir adını çəkirəm, çünki məncə hər kəs bunu görür. Adam öz övladını idarə etmək üçün bir çox şeylə manipulyasiya. Yəni hər yerdə var. Bu demək deyil ki, bizim Azərbaycanın problemidir. Yox, hər yerdə var. Hər regional psixologiyada idarə etmə güc savaşı, güc müharibəsi var. Amma əsas odur ki, bu müharibənin içərisində deyil də özümüzü qoruyub uzaqlaşa bilək. Çünki bu avtoritar rejim olduğu zaman uşaq yetkin yaşda bu avtoritar rejimlə necə baş edəcəyini bilmir. Bugün ana ata avtoritardırsa, sabah onun iş yerində başqa bir yerdə, yəni həyatında başqa bir yerdə avtoritar rejim olduğu zaman orada aciz qalır. Çünki burada acizdir, orada da baş əymək məcburiyyətində qalır. Ona görə də valideynlər onlara aciz hiss etdirmək əvəzinə onlara dəstək olsunlar. Onların bir fərd kimi yetişməsində rol model olsunlar, liderlik etsinlər, idarəçilik deyil. Bu narsist valideynlərdən daha çox bu manipulativ metodları görürük. Necə? Onlar uşaqlıqda özgüvənsizlik yaşadırlar. Daim öz problemlərinin səbəbini sanki uşaqlarına yükləyirlər. Bax, sənə görə belə oldu. Sən dünyaya gəlməsəydin, bəlkə mən bu həyatı belə olmazdı. Bu cür valideynlər də görürük. Və yaxud da ki, yoldaşından görə bilmədiyi duyğusal qarşılığını öz ovladından almağa çalışır. Analar öz oğlanlarından almağa çalışır. Atalar da bəzən qızının itirməmək üçün ailə qurduğunda da belə onu idarə etməyə çalışır və bəzən də özündən gücsüz oğlanları seçirlər ki, onunla həyat qurmasına razı olurlar ki, yenə də idarəçilik onda olsun. Amma mən çox görürəm ki, oğlunu sevən analar yoldaşından duyğusal bağı görə bilmədiyi zaman bütün duyğusal ehtiyaclarını oğlundan görməyə çalışır. Və oğlu ailə həyatı qurduğu zaman da yenə də onun ətəyini buraxmır. Yenə də hər zaman onunla birgə məsləhətləşilməsi, yəni oğlunun həyat yoldaşını idarə etməsi və bunlara qarşı gəldiyi zaman manipulyasiya edib küsmək və təkrarlı sözləri istifadə etməsi, onları uzaqlaşdırması, onları günahkar hiss etdirməsi, bu cür hadisələrə çox rast gəlirəm. Hətta bir misal çəkəcəm. Belə bir ailə var idi ki, yoldaşla, yəni kişi ilə qadın evli idilər, amma anası o qədər oğluna aşiq idi ki, oğlunu paylaşa bilmirdi ki, hətta ona qalsa oğlunu yanında yatardı ki, birdən yoldaşını daha çox sevər, yəni öz yoldaşını daha çox sevər və onlar boşanmağa kimi gəlib çıxırlar. Bu cür valideynlər heç günahkarlıq hissi belə duymurlar. Sən öz həyatında oğlunun xoşbəxt olmasını mı istəyirsən?
Nəysə sən o zaman sevmirsən övladını, sən övladının xoşbəxtçiliyini istəmirsən. Bax burada oğlanlar da bəzən çox vaxt bunu idarə edə bilmirlər. Yəni arada qalırlar, çox vaxt idarə edə bilmirlər. Nəyə görə? Yenə də öz işlərində olan valideynlərinə olan o borcluluq hissi, o ilahiləşdirilmiş, yəni bax biz sənin atanın, ananıq, sənin üçün bunu etmişik. Mənim sayəmdə belə gəlmisən, mənim sayəndə belə olmusan deyib, o zaman sənin sayəndədirsə, sən övladını küçümsəmiş olursan ki, o qədər kiçiltmiş olursan ki, sən onun varlığını qəbul etmirsən. Həqiqətən də belə bir şey yadıma düşdü. İlahiləşdirmək dedin, ağlıma gəldi. Valideynlərimizi həqiqətən də doğulan bir gündən o qədər böyük, hər şeyi həll edə bilər. Yəni ata modeli bir kraldırsa, misal deyirəm, ana isə koroleva kimi görünür və həqiqətən də onların etdikləri səhv yoxdur, səhv edə bilməz. Səhvlərini gördüyümüz təqdirdə həqiqətən də o məyusluğu hiss etdikcə biz dərk eləməyə başlayırıq ki, biz də səhv edə bilərik. Bax, məsələ də burdadır. Biz bəzən məyus olduqca, bu travmaları yaşadıqca özümüzü, öz səhvlərimizdən dərs almağımızı çox istəyərdim ki, burada çox vaxt biz valideynləri belə atəşə atmırıq. Övladlar da övlad olduqlarını hiss etdirsinlər. Sadəcə burada biz atəşə tutduğumuz valideynlər deyil. Övladlar da tamam səhv ediblər, səhvlər üzərində öyrənmədiyi məqamlar ola bilər. Amma siz də övlad olduğunuzu xatırlayın. Gec deyil, heç nə üçün gec deyil. Hər zaman siz ona xatırlada bilərsiniz, sərhədlər qoyaraq. Sevginizi belə doğru şəkildə göstərməmiş ola bilərsiniz. Qorumacı ya başqa fədakarlıq, sevgini dəyişərək, doğru sevgini göstərərək. Yəni mən sənin övladınam. Sən də mənə sevgi ver. Misal bəzi pasientlərim var idi ki, deyirdim ki, tamam, atanızdan sevgi görməyə bilərsiniz ya da ananızdan. Gidin onu qucaqlayın, dizinin dibinə başınızı qoyun və deyin ki, sığalla məni. Mənə sevgi göstər. Mənim övlad olduğumu hiss etdir. Mən bu evdə özümü övlad kimi yox, ana ya da ata kimi görürəm. Ya da hər şey həll edən, idarə edici bir şey kimi görürəm. Ya da bir başqa bir şey. Passiv ola bilər övlad, tamamilə hər şeydən uzaqlaşıb, çıxıb getmək rolunu seçə bilər. Yəni sanki bu ailədən deyil. Ailəni, bizim məqsədimiz ailəni paramparça etmək deyil. Əksinə, ailədə hər kəsin vəzifəsinin doğru olduğunu, ata uşaq deyil, ata atadır, ana anadır, övladların belə öz missiyaları olduğunu və bunu bəzən kiçik də olsa xatırlatmalar etməli olduğumuzu göstərməliyik. Həqiqətən məncə burada bu zaman bir şey dəyişər. Yoxsa günahlandırsaq ki, sən ata deyilsən, sən bu travmanı verdin, sən ana deyilsən, sən bu travmanı verdin. Mübahisə deyil bizim yaratmaq istədiyimiz. Əksinə, tamam, həddindən aşırı toksikdirsə o valideyn, yəni toksik dediyim zəhərli, narsistdir, yəni öz dediyi olsun deyə hər şeylər qoyurlar, canlarını qoyurlar. Hətta zəng eləyib, mən xəstəxanadayam, mən ağrıyıram, mən ölürəm, mən yəni artıq sağlamlığa kimi manipulyasiya eləyir və siz 1, 2, 3 dəfə yenilsəniz və artıq ayaq üstə durub bu manipulyasiyaları bir kənara qoyub öz həyatınıza davam etdirdi. O böyük bir sərhədi qoyanda bir-iki addımlar atacaqlar, sonra geri çəkiləcəklər. Çünki artıq sizin sərhədinizin nə qədər möhkəm olduğunu və necə iradənizin güclü olduğunu gördükləri təqdirdə artıq o çərçivəyə girməyəcəklər. Yəni buna artıq hörmətlə yanaşacaqlar. Yoxsa sizin qırılğan olduğunuzu görən kimi balaca bir pəncərədən daxil olacaqlar. Bəli, əsas burada sərhəddini möhkəm şəkildə qoya bilməkdir. Bunun üçün nə lazımdır? Əgər sənə valideyn həqiqətən də duyğusal olaraq şiddət göstərirsə, yəni artıq yetkin yaşda, inanıram ki, yəqin ki, fiziksel şiddət göstərməzlər, yəni çox valideyn, amma deyək ki, duyğusal şiddət göstərirlər, səni daim səndən narazıdırlar, yenə səndən nəyisə tələb edirlər və yaxud da səni günahlandırırlar. O zaman onların həftədə 3 dəfə görürsənsə, tutaq ki, deyirəm, 2 dəfə görməyə başlayacaq, sonra bir dəfə qoyduğun saat olacaq, bir sərhəd olacaq ki, 1 saat görəcəm. 1 saatdan artıq gördün, artıq manipulyasiyaya keçir, icazə verməyəcəksən buna. Bəli, bunun qarşılığında onlar küsəcəklər səndən, bəzən sənə qarşı hücuma keçə bilərlər. Amma bayaq dediyim kimi, bunlara onlarla əlaqəli olduğunu bilib orada buraxacaqsan. Bəli, bəzən xəstə ola bilərlər, sən ona fikirləşə bilərsən ki,
Mən ona baxmalıyam. Yəni acıya bilərsən. Sən ona şəfqət göstərə bilərsən, bəli, qayğı göstərə bilərsən, amma sənin də həyatına mane olacaq dərəcədə bir vəziyyətdədirsə, sən onlara baxım da sağlaya bilərsən başqa bir tərəfdən. Sən sadə əlindən gələni edə bilərsən. Amma sənin həyatına bir maneəsi varsa, ziyan verirsə, sənin öz ailənə, yəni qurduğun ailənə də ziyan verirsə, sən artıq ailə qurmusansa, artıq öz ailəndən məsuliyyətlisən. Bu sənin birinci ailən artıq buradır. Ata-ana artıq ikinci ailə sayılır səndə. Sən buradan məsuliyyətlisən ki, öz övladına da doğru baxa biləsən, öz yoldaşına da doğru qayğını, sevgini verə biləsən. Bax, bu valideynlər, bayaq dediyim kimi, o qədər uşaqlıqda onları əksik görürlər ki, bəzən onların müqayisə edirlər, başqa bir uşaqlarla müqayisə edirlər və bu uşaqlarda içlərində böyük bir qəzəb hissi yaranır. Bunlar yetkin yaşda həyata atıldığı zaman hansı ki kimləri ki müqayisə göstərilib və yaxud da uğurlu bir insan gördüyü zaman içlərindəki o əksiklik duyğularından qurtula bilmirlər və bu həyatda onlar üçün çox mane olur. Bax, bu cür narsistik valideynlər duyğularını görə bilmədiyi üçün narsistik valideynlərin əsas özəlliyi nədir? Övladlarının duyğusal ehtiyaclarını nə təsəvvür edə bilirlər, nə də ki onları önəmsəyə bilirlər. Bu nəyə bənzəyir? Yəni empati duyğusu olmayan valideynlər sanki zəif işıq altında soyuq alətlərlə cərrahiyyə əməliyyatı edirmiş kimi görsənir. Yəni sanki mən onun problemini həll edirəm, cərrahiyyə əməliyyat edirəm kimi görsənir, amma o zəif işıq altında olduğu üçün yaralar açır. Baxın, nəticəsi buna gətirib çıxardır. Zaten ən böyük deyirlər, cinayətlər miniyim, yəni ən böyük günahlar yaxşılıq adı ilə edilən cinayət. Yəni yaxşılıq, mən sənə yaxşılıq etmək istədim. Mən sənə kömək etmək istədim. Həqiqətən də bu adla edilən bir çox günahkarlıq hissi. Mən sənə bunu etdim, mən sənə oxutdum, sənin pulunla bunu etdim, bunu elədim. Və o qədər həmin o fərd yüklənir ki, bunun altından necə çıxacağını da bilmir və özlərini də ilahiləşdirərək onlara elə göstərir ki, mən sənin ananam, mən sənin atanam, siz mənə bunu etməməlisən. Xeyr, sən burada analıq, atalıq etmirsən, təəssüf ki. Sən o zaman atalıq, analıq edərdin ki, onun uşaq vaxtı sən onun duyğusal ehtiyaclarını qarşılayardın, onun yanında olardın, onu əksik hiss etdirməzdin, boşluq hiss etdirməzdin duyğusu, özgüvənini yetişdirərdin. Çünki bir uşaq sevgini, şəfqəti, qayğını anadan öyrənir, xarici dünya ilə əlaqələri isə atadan öyrənir. Və sən bunları qarşılaya bilmədiyin zaman bu uşaqda böyüklükdə yetkin fərd olduqda nə münasibətlərini doğru şəkildə qura bilir, nə də ki, xarici dünyaya açıldığı zaman iş həyatında, karyeri həyatında irəli addım ata bilmir. Və sən bunlarla mükəlləfsən. Sən bunları yerinə yetirə bilmədiyin təqdirdə, duyğusal acılıqlarını yerinə yetirə bilmədiyin təqdirdə, bax, o zaman o uşaqlara travma vermiş olursan. Böyüdükləri zamanda sən deyə bilmərsən ki, mən sənə yaxşı baxmışam. Harda yaxşı baxmısan? Uşaqlar nə zaman travma alırlar? Bir duyğunu yaşadığı zaman deyil, o duyğuyla nə edə biləcəyini bilmədiyi zaman, onunla baş-başa qaldığı zaman, öhdəsindən gələ bilmədiyi zaman. O anda belə kömək istəyə bilmir ki, valideyn məni qınayacaq, sən etdin, sən səhv elədin, mən sənə demişdim bunu etməyəsən. Bəli. Acizlik deyil də, yəni öz övladlarımızı hər şeyi ilə qəbul etmək yerinə sadəcə mən istədiyim yerlərdə olursansa, yəni mən istədiyim kimi olursansa mən səni qəbul edirəm. Yox, olmursansa... Bəli, təəssüf ki, əgər burada o fərd düzgün sərhəddini çəkmədiyi zaman, düzgün yanaşmadığı zaman nə öz həyatında uğur əldə edəcək, ortada qalmış kimi bir şey olacaq. Zaten elə oldu məsələ. Bəli. Bunu etdiyin təqdirdə sən həyatında uğur qazanacaqsan. Bu baxımdan da demək istədiyim, bir-birinizi qınamadan nə övladlar
ata-anasını qınasınlar. Onun yaşamına hörmət etsinlər, ya yaşadığı hər şeyə hörmət edib qəbul etsinlər. Amma bu o demək deyil ki, onların zərərli münasibətlərini qəbul etsinlər. Xeyr, sərhəddini qoyacaq. Eynilə də valideynlər onların yaxşı yaşaması üçün bir fərd olduğunu anlasınlar. Onlara dəstək olsunlar. Bəlkə bu zamana qədər öz yaralarını sağaltmaya bilərsən, özünlə bəzi məsələləri həll etməyə bilərsən, amma çətin də olsa, valideynlər üçün deyirəm, çətin də olsa bu egolarını kənara qoysalar və övladlarının xoşbəxtliyi üçün onlara dəstək olsunlar. Bəli, bəlkə həyatda uğursuz ola bilərlər. Sizin deyiminizlə desək, fərsiz övlad ola bilərlər. Yararsız övlad olsalar belə, yenə də onlara ata-ana olduğunuzu hiss etdirin. Onsuz da siz onlara dəstəyin olmadığınız üçün onlar yararsız olurlar. Hər zaman, hər şəkildə, hər səhvində, hər sizin qəbul etmədiyiniz bir tərzdə onları qəbul edin. Axı uşaqlar bir qüsur işlədiyi zaman nəyə görə valideyn qəbul etmir? Çünki onun öz əksikliyi hesab edir. Mənim övladım bu qüsuru, bu səhvi etməməli idi. Mənim övladım. O özünün əksikliyi çıxır ortalığa. O yüzdən də həmin övladlar bilsinlər ki, sizə deyilən, əksik hiss etdirilən, yəni hər hansı bir səhv qüsur görülən bir şey onun özləri ilə əlaqəli bir şeydir. Sizinlə əlaqəli bir şey deyil. Siz də özünüzü bir fərd olaraq yetişdirməkdən məsuliyyətlisiniz. Çətin ola bilər. Bəlkə sən ayaqda durmağın çox çətindir, olsun. Amma bütün məsuliyyətləri özün daşımalısan. Valideynlərinə yükləmədən özün məsuliyyətini daşı. Bəlkə sənin üçün çətin olacaq, amma denən ki, bəli, bunu mən özüm edirəm. Bir fərd olaraq, bir yetişkin olaraq. O zaman sənin ətrafındakı insanlar sənə hörmət edəcək. O zaman sənin, əgər evlisənsə, yoldaşın sənə hörmət edəcək. Nəinki atasından, anasından asılı qalan onların sözlərinin manipulyasiyasına təsirində qala bilən. O zaman sənə hörmət olunacaq. Həqiqətən də çox gözəl mövzu oldu. Saatlarla danışmaq olar, amma ən əsası sən deyən kimi, hətta podkastın başlanğıcında dediyin sözlə bitirmək istəyərdim. Analıq, atalıq həqiqətən də çox ilahi bir şeydir, amma hər ata-anada o ilahi olan şeyi dərk etmir. Atalıq, yəni ata modeli ilə ana modeli kimi düstaq övladını sanki özünün düstağı kimi görüb istədiyi kimi formalaşdırmağa çalışır. Amma əslində atalıq, analıq başqa bir missiyadır. Onun öz varlığını dünyaya gətirdiyin o varlığı Tanrı yolu ilə onu həqiqətən də özünü xoşbəxt olmağı, özünü kəşf etməyi, huzurlu olmağı öyrətmək deməkdir. Bu o demək deyil ki, sən özündən egonu ortaya qoydun və mən özümdən fədakarlığı. Yox, öz həyatını da yaşa. Övladın ola bilər, bunu birlikdə bir şeylər eləyərək, özünə zaman ayıraraq, öz işinə, öz həyatına, karyerava zaman ayıraraq da irəliləyə bilərsən. Hə, çətindirmi? Çətindir. Amma zaten ən gözəl şeylər bu çətin anlarda baş verənlərdir. Bəli, doğrudur. O yüzdən də valideynlər də müəyyən yaşdan sonra öz həyatlarını yaşamalıdır. Həmin övladların da o valideynlərə çox hörməti olur. Yenə də bir-birlərinə savaş deyil də, anlamaq. Sadəcə bir-birinizin duyğularını görüb qucaqlayın. Nə hiss etdiyinə baxın. Bu burada bugün üzgündür, kədərlidir, özünü yaxşı hiss etmir. Sadəcə bəlkə bir o övladın ata-anasının dəstəyi, qucağına ehtiyacı var, qucaqlamasına və yaxud yanındayam deməsinə ehtiyacı var. Bir balaca söz, bir balaca toxunmuş. Bəli, eynilə də həmin o övladların valideynlərinin keçdiyi o bəlkə çətinliklər, acizliklər görüb, onları anlayıb sadəcə hə, səni anlayıram deyib, ona o şəfqətlə baxa bilməyi, o da onu qucaqlaması, sevgisini göstərə bilməsi yetərlidir. Eynən. Ümid edirəm ki, bu podkasta baxan hər valideyn ya da övlad özündə bir balaca da olsa qıvılcımı, o enerjini tapıb dəyişməyə. Çünki özü dəyişsə, ya valideyn ya övlad fərqi yoxdur, ətraf da dəyişəcək. Doğrudur. Görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.